Salam İsfəndiyar bəy. Salam. 9 Mart Dövlət Qulluğu imtahanında Respublika üzrə ilk dəfə olaraq 2 vəzifə qrupu üzrə imtahanda iştirak edərək uğurlu nəticə əldə etdiyiniz üçün sizi Atribut Akademi kollektivi adından təbrik edirik. Çox sağ olun. İmtahan günü yaşadığınız təcrübəni bizimlə bölüşə bilərsinizmi? Mənim yaşadığım təcrübələr ondan ibarət oldu ki, bildiyiniz kimi imtahanlar artıq kağız daşıyıcılar üzərində gedmir, elektron şəkildə gedir. Və həmin elektron formada olan imtahanda insan bir anlıq özünü itirmə halı baş verə bilir. Və heç kəs də bu halın baş verməsini arzulamıram. Təcrübələrim ondan ibarətdir ki, vaxtı düzgün bölməyi bacarmaq lazımdır. Məntiq və qanun fənlərinə daha çox vaxt ayırmalıdır. Çünki bildiyiniz kimi mən bir neçə dəfə uğursuz nəticə əldə etsəm də, daha sonra isə bu uğurlu nəticəni əldə etmək üçün daha çox vaxt ayırmağa çalışdım qanunvericilik və məntiq fənlərini. Digər namizədlərə də bu kimi məsləhətləri verə bilərəm və bu kimi məsləhətlərdən də özlərinə təcrübə qazanmaqlarını tövsiyə edirəm. Dövlət qulluğuna ilk dəfə hazırlaşan namizədlərə hansı məsləhətləri verə bilərsiniz? İlk öncə tələsməməklərini xahiş edirəm onlardan. Yəni heç kəs deməsin ki, mən bir aya, 2 aya bütün proqramı bitirib gedib imtahanı tam müvəffəqiyyətlə bitirəcəm, müvəffəqiyyətlə uğurlar əldə edəcəm. Bu kimi fikirlərə qapılmasınlar. Təbii ki, mənim zənnimcə proses müddətindən biraz daha artıq çalışmaq lazımdır. İlk gələn namizədlərdən təbii ki, söhbət edir. Dövlət qulluğu imtahanına necə hazırlaşdınız və hazırlıq prosesi zamanı hansı çətinliklərlə üzləşdiniz? Təbii ki, dövlət qulluğuna hazırlaşmaq mənim üçün o qədər də asan olmadı. Bir sıra çətinliklərlə qarşılaşdım. Bir neçə dəfə imtahanlardan uğursuz nəticə əldə elədim. Lakin heç bir zaman ruhdan düşmədim. Ruhdan düşməməyimin səbəblərindən biri də Atribut Akademiyasının kollektivi oldu ki, məni daha da hər bir halda, hər bir zaman yanımda oldular. O cümlədən valideynlərim, o cümlədən ailəm hər zaman mənim yanımda olub və mənə inandı. Lakin çətinliklərlə qarşılaşdıqda demək olar ki, işimlə bağlı dərslərə hər zaman mütəmadi şəkildə əyani qoşula bilmirdim və bunun əvəzini onlayn şəkildə alırdım. Deyə bilərdim ki, bəli, mənim üçün çətin oldu, lakin mən bunun öhdəsindən gəldiyimə inanıram. Bir gün ərzində 2 vəzifə qrupu üzrə imtahanda iştirak edərək dövlət qulluğu sertifikatı əldə etməyinizi kimlərə borclusunuz? Təbii ki, bu uğurun müəyyən əziyyəti, çox əziyyəti daha doğrusu, Atribut Akademiyasının komandasına düşür. Başda Ələsgər müəllim olmaqla onun bütün müəllim heyətinə, o cümlədən öz ailə üzvlərimə, başda atam olmaqla digər ailə üzvlərimə təşəkkürlüyümü bildirirəm ki, mənə hər zaman dayaq oldular, mənə inandılar. Baxmayaraq ki, artıq neçə aydır biz sizlə görüşürük, siz məni çox görürsünüz, daha çox dərslərdə iştirak edirəm. Amma hər kəsə təşəkkür edirəm ki, mənə inandığınız üçün və mən də özümlə fəxr edirəm bu barədə ki, heç kəsin mənə olan inamını itirmədim. Çox sağ olun, minnətdaram, var olun. İnşallah səsimizin gözəl yerlərdən gəlməsi ümidi ilə. Dəyərli namizədlər, əgər siz də özünüz üçün gözəl gələcək qurmaq istəyirsinizsə, Atribut komandasına müraciət edə bilərsiniz və həmin komandadan əmin ola bilərsiniz ki, sizin üçün gözəl gələcək inşa edəcək. Çox sağ olun.